Salam əziz valideynlər və dəyərli şagirdlər. Mən riyaziyyat müəllimi Rasimə Məmmədzadə uzun müddətdir ki, şagirdlərlə çalışaraq onların riyaziyyatı daha rahat və sevərək öyrənməsinə kömək edirəm. Yeni açılan riyaziyyat qruplarımıza qeydiyyat artıq başladı. 1-ci sinifdən 11-ci sinifə qədər hər sinifdən 2 ədəd qrup yaradılıb. Qruplarda yerlərimiz məhduddur. Sizə tövsiyəm bu olar ki, tələsin, yerlərinizi indidən tutun. Çünki artıq iyun ayının 15-dən sonra bizim dərslərimizə start veriləcək. Hər dərs sıfırdan öyrədiləcək. İstər 1-ci sinif olsun, istər 11-ci sinif olsun. Hər bir şagirdlə fərdi yanaşılacaq. Sizə əsas qaydalar, vacib qaydalar mən özüm atacağım. Heç bir qayda almağa ehtiyacınız yoxdur. Sadəcə test kitabınızı alırsınız və dərsə qoşulursunuz. Dərslərimiz müvəqqəti olaraq hal-hazırda onlayn formadadır. Lakin əyani formada keçiriləcək qısa zamanda. Bir çox valideynin narahat olduğu mövzu budur ki, onlayn dərslər barəsində uşağın fikrinin yayınması və yaxud da uşağın dərsi yaxşı başa düşməməsi. Mən sizə söz verirəm ki, övladınızın sınaq dərsindən belə necə razı çıxdığını siz öz gözlərinizlə görəcəksiniz. Uşağın riyaziyyata marağının necə artdığını siz öz gözlərinizlə şahidi olacaqsınız. Çünki bu birinci dəfə deyil mən qarşılaşıram. Hər dəfə bu formada valideynlərlə qarşılaşıram ki, və həmin valideynlər narahat olur ki, övladım onlayn dərsi başa düşməz, üzbəyüz olmalıdır mütləq müəllimlə. Düzdür, sizi yaxşı başa düşürəm, qorxudur sizi bu qiymət, həm də ki, belə bir nəticə biraz inandırıcı deyil. Lakin mən sizə söz verirəm ki, övladınız riyaziyyatdan maksimum nəticə yığacaq. Həm övladınızın sayəsində, həm də mənim sayəmdə.